Salam, hər vaxtınız xeyir olsun. İlk öncə hər kəsin Qurban Bayrağını təbrik edirəm. Bugün ana kəsməz barədə danışmaq istəyirəm və keçən il ana kəsməz işlətdim və təcrübələrimi bölüşmək istəyirəm. Necə işlətmək olar? Zəif koloniyada, orta güclü koloniyada və bu cür 3 mərtəbəli güclü koloniyada necə istifadə etmək olar? İlk öncə başlayaq 1 mərtəbəli, yəni 10 çərçivə, 9 çərçivə, 8 çərçivəli arıda ana kəsməzi necə istifadə etmək olar? Ana kəsməzin əsas istifadə məqsədi odur ki, arı bütün çərçivələrə yumurta atmasın və təmiz çərçivələr, yəni ballı çərçivələr əldə edilir. Rahat süzə bilir. Çünki bəzən çərçivənin yuxarı hissəsi bal olur, aşağı hissəsi yumurta olur və onu istifadə edə bilmirik, süzə bilmirik. Bir mərtəbəli yeşiklərdən necə istifadə edəcəyik? Məsələn, 10 çərçivəlik bir arı koloniyasıdır. Aşağı hissədə 5 ədəd çərçivə saxlayırıq, 4 ədəd çərçivə saxlayırıq ana arının yumurta atması üçün. Əlbəttə ki, arının gücünə görə. Və kənarına bölmə taxtası qoyuruq mütləq şəkildə. Çünki arı güclənəcək, ana kəsməzdən başlayacaq davat düzəltməyə. Bölmə taxtası qoyuruq. Bölmə taxtası düzəltmək də elə də çətin bir məsələ deyil. Yəni fənarkadan və yaxud da çərçivənin birinə kənarına taxta vuraraq qoymaq olar. 5 çərçivə saxlayırıq, ana kəsməzi qoyuruq, mərtəbə atırıq və həmin aşağıda olan çərçivələrin üzərindən eyni istiqamətdə 5 ədəd, 6 ədəd o biri çərçivələri yerləşdiririk. Və arı yuxarı hissəyə bal depolamağa daha meyillidir. Bunu adi çərçivəyə baxanda da görmək olar. Hansı ki biz çərçivə qaldırıb, çərçivənin yuxarı hissəsi ballı, aşağı hissəsi yumurtadır. Yəni arı mərtəbə olaraq da yuxarı bal depolamağa daha meyillidir. Və arı başlayacaq yuxarı bal depolamağa, aşağı hissədə ana arı yumurta atmağa davam edəcək. Və bu cürdə zəif arılardan biz təmiz, ballı çərçivələr götürə biləcəyik. Gələk 2 mərtəbəli koloniyalara necə ana kəsməzi qoymaq olar? İlk öncə onu deyim ki, ən ideal, yəni ana kəsməz 2 mərtəbələri daha çox işə yarayır, yəni adamı az yorur. Sadə aşağı hissəyə bacardığımız qədər kəzə, bu ilin çərçivələrini yerləşdiririk. Ana kəsməzi qoyuruq, yuxarı hissəndə digər çərçivələri yerləşdiririk. Əgər arı çox güclü olarsa, yəni ana arının yumurta atmağına yer darlığı yaranarsa, onsuz da 2 mərtəbədə düzdür, o qədərini də yumurta atmaq üçün yer darlığı yaranmır. Əsas problem 3 mərtəbədə, yəni güclü koloniyalardadır. Və bəzən yuxarıdan aşağı çərçivə vermək olar. Yəni ana kəsməzin üzərində olan təzə bulin çərçivələrindən götürüb veririk aşağı hissəyə, aşağı hissədən yumurtalı, tam qapanmış olan çərçivəni qaldırırıq yuxarı. İndi keçək 3 mərtəbəliyə. Biz, məsələn, bu arıya mən ana kəsməz atmamışam. Bu arıda vəziyyət belədir. Ana arı aşağı hissəyə, 1-ci mərtəbəyə qəti şəkildə yumurta atır. 2-ci mərtəbəyə və 3-cü mərtəbəyə yumurta atır. Və vaxt keçdikcə, yəni bal axını gücləndikcə, arı başlayır yumurta atımını azaltmağa. Çünki mən keçən il ana kəsməz atmadığım koloniyalarda da, ana kəsməz atdığım koloniyalarda da eyni güclü olan arılarda demək olar ki, yumurta faizi eyni idi. Hətta onu deyim ki, ana kəsməz atmadığım arılarda yumurta faizi daha aşağı idi. Sadəcə orada bir problem var ki, aşağı hissə çiçək tozu ilə dolu olur, polen ilə dolu olur. Arı yuxarı mərtəbədə yumurta atır. Yəni biz aşağı mərtəbədən də bir şey götürə bilmirik. 3 mərtəbəli arıda ana kəsməz atmasa. Və burada nə baş verir? Ana kəsməz atmayanda arı kənar hissələrdən doğru, içəri doğru yumurtanı sıxlaşdırmağa başlayır. Yəni kənar hissədə adətən ballı çərçivələr olur. Orta hissədə, mərkəz hissədə ballı və yumurtalı çərçivələr olur. Aşağı hissədə isə nə olur? Çiçək tozu olan çərçivələr. Biz ana kəsməz atdıqda 1-ci mərtəbənin üzərinə ana kəsməz atırıq və ana arı başlayır aşağı hissədə yumurtlamağa, arı da yuxarı hissədə bal depolamağa başlayır. Və diqqət edəcəyimiz məqam nədir? Güclü koloniyalarda ana arı gün ərzində, yəni 1000-1500 yumurta atmaq potensialında olur. Normal, gənc ana arı. Və biz nə edirik? Ana arı aşağıda sıxlaşmasın deyə, arılar onu keyfiyyətsiz sanmasın deyə, arı beçiyə meyillənməsin deyə, adətən də məsələn bu vaxtlarda biz yuxarıdan aşağı boş çərçivələr veririk. Yenə deyirəm, bacardığımız qədər bu ilin çərçivələrini veririk aşağı, aşağıdan qapanmış yumurtaları qaldırırıq yuxarı hissəyə ki, ana arıya aşağıda rahatçılıq olsun, yəni rahat şəkildə yumurta ərazisi olsun. Və onu da qeyd edim ki, mən bu il keçən ana kəsməzdən istifadə etdim, yaxşı nəticələrini gördüm. Lakin bu il ana kəsməzdən istifadə etməyəcəm. Bu il ana qəfəsləməsindən istifadə edəcəm. Və birinci dəfə ki, mən anarı qəfəsləyəcəm. Düzdür, keçən bir arımda bu təcrübə eləmişdim. Lakin bal süzümündən əvvəl eləmişdim bunu. Arı beçiyə meyillənmişdi deyə. Onu deyim ki, beçiyə meyillənən ana arını da qəfəsləyəndə, yəni beçiyə meyillindən koloniya vaz keçir. 7-8 gün sonra, 10 gün sonra. Və ana arı qəfəsləmədən istifadə edəcəm deyə bu il ana kəsməzdən istifadə etməyəcəm. Lakin
qəfəsləmədən birinci dəfədir istifadə edirəm deyə o barədə çox fikir bildirə bilmirəm. Yəni təcrübə eləmədiyim bir şeydir. İnşallah bu il onu təcrübə eləyəcəm. Aşağı mərtəbəyə ana arını hapsə alacam, qəfəsləyəcəm. Təxminən 7-8 gündən sonra bütün koloniyalarda ana üsküyü kontrola aparacam. Yəni ana üsküyü qoyubsa onları dağıdacam. Və daha sonra 24 gün sonra arılardan bal süzüb oksalt asid püskürtmə yolu ilə varroa qarşı mübarizə aparacam. Daha sonra ana arıları qəfəsdən azad edib arılara təşviq bəsləməsinə başlayacağam ki, arılar artıq qış qoşununu yığmağa başlasın. Yəni gənc nüfusa sahib olsun. Bunu təxminən eləyəcəm mən iyun ayının sonunda qəfəsləmə sistemini, iyul ayının sonlarına yaxında başlayacağam arılarından bal süzməyə. Hal-hazırda onu deyim ki, 2-3 gündür hava yağışlı kürəkli keçirdi. Hava artıq yaxşıdır. Arıların işləməyindən də görünür ki, təbiətdən çox gözəl nektar gəlir. Yəni baxış keçərkən də bunu görmək olur. Arıların işləməsindən də bunu görmək olur. İnşallah artıq bizim bölgədə bal axını başladı. Nə vaxta qədər davam edəcək, nə vaxta qədər belə deyək, arı pətək qabardacaq və yaxud da pətək qabartmasını dayandıracaq, sadəcə bal depolayacaq. Bunu görəcəm gələcək günlərdə. Məsələn, mən onu demək istəyirəm ki, keçən il məsələn iyun ayının 30-u idi. Mən düşünmüşdüm ki, artıq təbiətdən bal axını azalıb, sadəcə sarı tikanlar qalıb. Bir qədər də yonca sahələri var, oradan bal axını gəlir. Yəni elə də güclü deyil. May ayının 30-u idi, iyul ayının əvvəli idi. Mən arılara baxış keçirdim ki, güclü, zəif, bütün kolonilərimin hamısında arı dalaq qoyub. Yəni bu proses 2-3 gün içərisində baş vermişdi. Yəni bəzən təbiətdən 2 gün, 3 gün, hətta deyərdim 4 gün, 5 gün müddətində, yəni qısa müddətdə güclü bal axını olur. Arı güclü olduqda, koloniya güclü olduqda o bal axını yaxalayır və başlayır depolamağa. Çox gözəl şəkildə nektar toplayır arı. İnşallah bu il məhsullar il olacağını düşünürəm. Məsələn, bu cür 3 mərtəbəli arılardan qismət olsa mən 25-30 kiloqram bal gözləyirəm. Hər şey yolunda getsə. Şükür Allahıma, ay ayının sonudur. Arılarımın heç birində besə meyli yoxdur. İnşallah bundan sonra da olmaz. Sağ olun, salamat qalın.